4-cü sualda n həddinin hasili düsturu verib və buna əsasən 4-cü həddi tapacağıq. Düsturu yazaq əvvəlcə. Hn bərabərdir. Buradakı nida faktorialı bildirir. N faktorial bölünsün 3. Və bizə 4-cü hədd, yəni A4 lazımdır. A4'ü tapmaq üçün bu düsturdan istifadə eləməliyik. Əgər burada Hn düsturu hasil düsturudursa, onda n'ə 1 verdikdə, yəni n'in qiyməti 1 olanda H1 bərabərdir 1 faktorial bölünsün 3. Bu da bərabərdir 3'də 1. Faktorial, misal üçün bir nümunə yazsam faktorialı, deyək ki 3 faktorialdırsa 1-dən 3'ə qədər olan ədədlərin hasil nəzərdə tutulur. Və yaxud 5 faktorialdırsa 1-dən 5'ə qədər olan ədədlərin hasil nəzərdə tutulur. Yəni faktorial, n faktorial 1-dən n'ə qədər olan ədədlərin hasilidir. Faktorialın mənası budur. 1 faktorial da elə 1'ə bərabərdir. Burada H1 A1'ə bərabərdir. Çünki birinci element, yəni A1, H1 birinci elementin hasili elə A1'ə bərabər götürülür. İkincisi H2'ni tapsaq əgər, H2 də olacaq. N'in yerinə yəni 2 qoysam, məxrəcdə 3, surətdə də 2 faktorial. 2 faktorial da 1-dən 2'yə qədər olan ədədlərin hasili. Yəni 1 vur 2 böl 3. O da eləyəcək 3'də 2. Eyni zamanda H2 A1 və A2'nin hasilidir. Yəni birinci və ikinci elementin hasilidir. Bunları da nəzərə almalıyıq. Sonra H3'ü tapar. N'in yerinə 3 qoymalıyam. Burada da olacaq məxrəcdə 3, surətdə də 3 faktorial. 3 faktorial da 1 vur 2 vur 3 bölünsün 3. 3'ləri ixtisar aparıb 2 tapa bilərik. N'in yerinə 4 qoyaram. Burada H3 eyni zamanda nədir? A1 vurulsun A2 vurulsun A3. Bunu da qeyd edirəm. Sonra bunlardan istifadə edəcəyik. N bərabərdir 4-dürsə, H4 bərabərdir. N'in yerinə 4 qoyacağım bu səfərdə. 4 faktorial bölünsün 3. O da eləyəcək 1 vur 2 vur 3 vur 4 bölünsün 3. 3'lər ixtisar gedir. Burada cavab eləyəcək 8. H4 də eyni zamanda daha doğrusu A1'dən A4'ə qədər olan hədlərin hasilidir. Bizə burada A4 lazımdır. Biz A4'ü istifadə edib tapacağıq. İndi əlimizdə olanlara baxaq. Deməli, H1 var və H1 demişdik ki, A1'ə bərabərdir. H1'in qiyməti 3'də 1'dir. Onda A1 bərabərdir 3'də 1. Yəni H1 bərabərdir A1'ə. O da 3'də 1 olduğuna görə deyirik ki, A1 də 3'də 1'dir. Sonra H2. H2 nə idi? H2 də A1 vurulsun A2'dir. Eyni zamanda H2'nin qiyməti 3'də 2'dir. Buradan tapmışıq. Düsturdan istifadə eləmişik. Olacaq 3'də 2. İndi mən burada A2'ni tapa bilərəm. Yəni yazaram ki, A1 vurulsun A2 bərabərdir 3'də 2. A1'in qiyməti var 3'də 1'dir. 3'də 1 vur A2 bərabərdir 3'də 2. Onda A2'nin qiyməti neçə olacaq? 2. Deməli A2'ni tapdım. İndi keçirəm H3'ə. H3'də A1 vurulsun A2 vurulsun A3'dür. Və H3 neçə idi? Baxaq, buradan H3'ü 2 tapmışam. Bərabərdir 2'yə. İndi A1, A2'nin də qiymətlərini tapmışam. Yəni eyni qayda ilə yerinə qoyub A3 tapacaq. Belə bu ardıcıllıqla gedəcək. A1 dedik ki 3'də 1'dir. A2 2'dir. A3'ü istəyir bizdən. Bərabərdir 2. İndi burada da hesablamaq da olar. Amma buradan görürük ki, elə A3'ün qiyməti 3'dür. A3'ü də tapdım. Və nəhayət gəlib H4'ü yazıb A4'ü tapa bilərəm. H4 də A1 vur A2 vurulsun A3 vurulsun A4'dür.
Bunu tapmışdıq. H4'ün qiymətini 8 və yerinə qoyub yenə hesablayacağım. A1 3'də 1'dir, A2 2'dir, A3 3'dür, A4'ü axtarırıq. Buradan hesablama apara bilərəm. Süre ixtisar gedəcək. 2 A4 bərabərdir 8, A4 də bərabərdir 4. Deməli, A4'ün qiyməti elədir 4, yəni D variantı. 25-ci sualla davam edək. 25-ci sualda bizə deyir ki, AK həddinin düsturu verilmişdir və ilk N həddinin cəmini tapın. Yəni SN istəyir. Yazıram AK'nın düsturun. Çünki bu düsturu biraz sadələşdirmək lazımdır. Daha rahat hesablama aparmaq üçün. İndi belə eləyə bilərik. Burada surətdə 1 üstə K kvadratı var. Aşağıda da K vurulsun. Mərtəzədə K plus 1 var. Surətlə məxrəc arasında bir əlaqə olduğu görünür. Ona görə də surətdəki hədləri məxrəcə bölürük. Yəni, daha doğrusu bu hissəni ayırıram. 1 bölünsün. Biraz parçalama aparıq. K vurulsun. K üstə 1. Üstə gəlinsin. Buradan da K'nın mərkəzi xaricinə çıxarda bilərəm. O da olacaq 1 üstə gəlinsin K. Bölünsün. Yenə məxrəc. K vur. K üstə gəl 1. Şimdi burada birinci hissə olduğu kimi qalır. Bundan bir işimiz yoxdur. Amma ikinci hissədə görürük ki, surətlə məxrəc eynidir. Düz yerlər dəyişir, amma o toplama olduğuna görə biçim fərqi yoxdur. İxtisar aparırıq, eləyir 1. Bu formada sadələşdirdik. İndi N həddinin cəmini istəyirsə, mən K-ya qiymətlər verərək müəyyən bir sıra əldə etməliyəm. Yəni K1 olanda bu bir düsturdur. N'inci həddin və yaxud K'nıncı həddin düsturdur. K'ya 1 verəndə AK yox, olur A1. Bərabərdir. 1 bölünsün. 1 vurulsun. 1 üstə 1. K'nın yerinə 1 qoydum. Yəni burada. Üstə gəl 1. Biraz sadələşdirək. Bu nə olacaq? Olacaq məxrəc 2. 2'də 1. Üstə gəl 1. Bu formada da saxlayıram. Hələ hesablama aparmıram. K2 olanda A2'ni tapıram. Bu da yenə K'nın yerinə 2 qoyuram. Deliyəcək. 2 vurulsun 3. Tam şəkildə sadələşdirmirəm. Saxlayıram bu formada. Çünki sonra bizim işimizə yarayacaq. K3 tapıram. K3 olanda yəni A3 tapıram. K'nın yerinə 3 qoyuram. Bərabərdir. Bunu da alıram. 3 vurulsun 4. də 1 üstə gəl 1. Müəyyən bir ardıcıllıq əldə eləmişəm. Və nəhayət ən sonuncu K'nın yerinə N qoyuram. Çünki ilk N həddinin cəmini istəyir məndən. Buradan A-ni tapıram. Olacaq 1 bölünsün. N vur. N üstə gəl 1. Üstə gəl 1. İndi bu ardıcıllıqda müəyyən bir qanuna uyğunluq var. Nədir o? Belə ki, burada baxın. A1, A2, A3 və AN-də əgər birinci hissəyə baxsaq, müəyyən bir bizə tanış olan bir ardıcıllıq əldə edirik. Yəni 2'də 1 üstə gəlinsin. 2 vurulsun 3'də 1 üstə gəlinsin. 3 vurulsun 4'də 1 üstə gəl və s. üstə gəl. 1 böl N vur N üstə gəl 1. Bu bir ardıcıllıqdır. Adətən adi və onluq kəsirlərdə qarşımıza çıxan bir növ toplama üsulundan istifadə edib bunu həll edə bilərik. İçini biz belə 1 vurulsun 2 kimi də yazıb sıranı daha tamamlamaq olar. Bunu necə həll eləyirdik? Baxıram məxrəclər arasındakı fərq eynidir.
Yəni 2 çıx 1 1-dir, 3 çıx 2 1-dir, 4 çıx 3 1-dir. Yəni fərq eynidir. Bu belə bir düstur var idi. 1 bölünsün fərq vurulsun 1 böl ilk çıx 1 böl son. Yəni nə edəcəyik? Birinci fərq 1 bölünsün 1'dir. Yəni fərq 1'dir onsuz da. Birinci 1 böl 1'dir. Sonuncu da 1 böl n üstə gəl 1'dir. Davam eləsək, yazıram 1 böl 1 vurulsun. 1 böl ilk, yəni 1 çıxılsın 1 böl son. Burada müəyyən bir sadələşdirmə aparacağım. Bərabərdir. Bunu vurmanı nəzərə almamıza ehtiyac yoxdur onsuz da. Ortaq məxrəcə gətirirəm. N üstə gəl 1. N üstə gəl 1 dəfə. Buna da 1 dəfə. Bu da nə olacaq? N üstə gəl 1 çıx 1. Sadələşdirsək olacaq n bölünsün n üstə gəl 1. Bunu aldıq. Amma bir şey unutmamaq lazımdır. Biz burada sadəcə kəsr hissələri götürdük. A1, A2, A3 və AN-dəkilər. Amma birlər qalıb. Birlərin sayı da n qədərdir. Çünki A1-dən AN-ə qədər olan ədədləri biz yazmışıqsa, yəni 1-dən n-ə qədər olan ədədləri, hədləri tapmışıqsa, deməli buradakı birləri də toplasaq sayı n qədər olacaq. Ona görə də bizim SN-imiz, yəni ilk n həddinin cəmi n bölünsün n üstə gəl 1, bir də üstə gəlsin n olacaq. Burada toplama aparsaq, yəni n üstə gəl 1, ortaq məxrəc n üstə gəl 1-dir. N üstə gəl, n vur, n üstə gəl 1. Buna da bir dəfə. Bərabərdir. N üstə gəlinsin. Mötərizəni vurub açıram. N vur n kvadrat. Üstə gəl n vur 1 n. Bölünsün n üstə gəl 1. Surətdə n'ləri toplasam 2n bölünsün n üstə gəl 1. Deməli, mənim cavabım olacaq burada B variantı. 26-cı suala baxaq. AN düsturu verilib və deyir ki, ardıcıllığın ən kiçik həddini tapın. Bu düsturda tam kvadrata ayırmaqla ən kiçik həddi tapa bilərik. Tam kvadratı necə ayırdıq? Yazıram n kvadrat üstə 6n üstə gəlinsin 8. Bərabərdir. Burada a kvadrat üstə b kvadrat 2ab üstə gəlsin b kvadrat düsturuna. Yəni müxtəsər vurmanın birinci düsturuna istifadə eləməliyik. Yaza bilərəm n kvadrat üstə gəlinsin 6n-i 2 vurulsun 3n kimi yazsaq. Onda burada n adsa 2ab. Deməli bizdə b nədir? B olacaq 3. B kvadrat deyəndə də 3-ün kvadratı nəzərdə tutulur. Onda 8 almaq üçün 9 çıxılsın 1 yazırım. Buradan da düstur hissəsini yazıram. Bu hissi düstur hissəsidir. Yəni n kvadrat üstə 6n üstə gəl 9 çıxılsın 1. Bərabərdir. Olacaq n üstə gəl 3-ün, bu düsturun qapalı forması olacaq. N üstə gəl 3-ün kvadratı çıx 1. İndi ən kiçik həddin istəyirsə bizdən, biz burada n-in qiymətinə baxmalıyıq. Normalda tam kvadratı ayıranda n-in ən kiçik qiyməti 0 götürür və buradakı ifadəni 3-ün kvadratı 9 kimi götürə bilərik. Amma bilirik ki, ədədi silsilələrdə n 0 olmaz. N 1-dən başlayır. Ona görə n-ə bir qiymətini versək, olacaq 1 üstü 3-ün kvadratı çıxılsın 1. Bu da bərabərdir 16. Yəni 1 üstü 3 4, 4-ün kvadratı 16 çıx 1. Bu da 15 eləyir. Bu da cavabımız eləyəcək B variantı. 27-ci suala baxaq. 27-ci sualda bizə SN düsturu verib və deyir ki, 192-dən kiçik olan hədlərin sayını tapın. Belə yazırıq. Əvvəlcə verilən düsturu yazıram.
Burada Sn çıx Sn minus 1. Bu bir düsturdur. Sn çıx Sn minus 1, yani Sn minus 1 bu tarafa atsam beraberdir. 3 vurulsun 2 üstünde n kvadrat çıx 10n üstə gəlinsin 27. Bilirik ki bu ayının düsturudur. Yəni ayının belə bir düsturu var. Ayın bərabərdir Sn çıx 1. İndi Sn çıx 1'in yerine ayın yazsam düsturumu tamamlamış olurum. Və bizə deyir ki 192'dən kiçik hədlərin sayını tapın. Deməli ayın kiçikdir 192. Tapşırığın şərti budur. Onda yazaram 3 vurulsun 2 üzəri n kvadrat çıx 10 n üstə gəl 27 kiçikdir 192. Şimdi bu tənliyi həll eləməklə n-i tapmaqla həlli tapmış olurum. Əvvəlcə 192'ni 3'ə bölməliyəm. Yazıram buradan. Kiçikdir 192'ni 3'ə böləndə eləyəcək 64. 64 2'nin qüvvətidir. Ona görə onu qüvvət şəklində yazmalıyam. 64 2 üstü 6'dır. 2'nin alt dəfə öz-özünə vuranda 64 eləyir. Əsasları bərabərləşdirdimsə, bu əsaslara artıq ehtiyacım yoxdur. Qüvvətləri yaza bilərəm. N kvadrat çıx 10 n üstə gəl 27 kiçikdir 6. Biraz da sadələşdirirəm. Kvadrat tənliyimi 6'nı digər tərəfə atıb çıxmıram. Eləyəcək 21 kiçikdir 0. Riet teoremindən istifadə edib n'ləri tapaq. N1 və N2. Burada vuranda, yəni hasili 21 eləməlidir. Toplayanda da müsbət 10 eləməlidir. Burada əks işarə ilə götürürük. 7 və 3 olar. Vuranda 21 eləyir. Toplayanda da neçə eləyir? Müsbət 10 eləyir. İndi bizə deyir ki 192'dən kiçik hədlərin sayı. Verilən tənliyimiz, daha doğrusu bərabərsizlik olduğuna görə intervalın qurmalıyıq. Köklərini tapdıq. Tənliyi olan hissənin. Bu olacaq nə? N çıx 7 vurulsun N çıx 3. Kiçikdir 0. Yəni 0'dan kiçik olan hissələr istəyir. Ədəd oxu çəkirəm. Aldığım kökləri qeyd eləyirəm. 3 və 7. İşarələrini qoyuram. İşarələri yoxlamaq önəmlidir. Yəni necə yoxlayırıq? 7'dən sonraki ədəd, deyək ki 7'dən sonra bir ədəd götürürüm. 8. 8'i n-in yerinə qoyuram. Müsbət alınır. Deməli işarə müsbətdir. 3 ilə 7 arasında deyək ki 5 götürürəm. Yerinə qoyuram. Burada mənfi alınır. İşarə mənfidir. Bu qayda ilə yoxlayırıq. 3'dən əvvəl deyək ki 0 və yaxud mənfi hər hansı bir ədəd yerinə qoyuram. Və bu ifadənin qiyməti müsbətdir. Belə işarəni yoxlamaq lazımdır. Bizə 0'dan kiçikləri istəyir. 0'dan kiçiklər olan intervalda bu mənfi götürdüyümüz interval, yəni 3 ilə 7'dir. İndi nə deyir? Kiçik hədlərin sayını tapın deyir. O zaman 4, 5 və 6. Deməli burada cavabımız olacaq Y variantı. 28-ci sualda ilk n həddinin cəm düsturu verilib. Sn düsturu. Və bizə deyir ki, bu düsturla verilən ardıcıllığın 62'ye bərabər olan həddin nömrəsini tapın. Yəni, ayın bərabərdir 62 olarsa, bu həddin nömrəsi n neçəyə bərabərdir? Sn çıx Sn minus 1 düsturundan istifadə edəcəm. Deməli, birinci Sn verilib, ayın da verilib, yerinə qoyuram. 62 bərabərdir. Düsturda yerinə qoydum. S'nin qiyməti 3n kvadrat üstə gəlsin 5n, amma Sn çıx 1'in qiyməti yoxdur. Çıxılsın, mərtəzədə yazacağım. 3n kvadratı yerinə n çıxılsın 1'in kvadratı yazırıq. Üstə gəl 5 vur n yerinə də yazıram n çıxılsın 1. İndi biraz sadələşdirək. N çıx 1'i
düsturunu həm açıb, həm də 3-ə vuracağım. N kvadrat, 3-ə vurduq, 3n kvadrat, çıx 2n, yəni çıx 6n, üstə gəl 1, üstə gəlsin 3. 5-i də n çıx 1-ə vursaq, 5n çıxılsın 5. Biraz da sadələşdirək, mötərizəni açaq. Çıx 3n kvadrat, mənfi 6n üstə 5n gələndə eləyəcək mənfi n. Amma mötərizəni açanda qarşıda mənfi olduğuna görə olacaq müsbət n. 3-dən 5 çıxanda mənfi 2, amma mötərizənin qabağındakı mənfiyə dəyəndə olacaq müsbət 2. Bərabərdir 62. 3n kvadratlar ixtisar gedir. 5n-dən n-i toplayıram 6n. Üstə 2 bərabərdir 62. 6n bərabərdir 60-a, n də bərabərdir 10'la. Burada cevabımız olacaq n bərabərdir 10. 29-cu sualda ayın düsturu verir və deyir ki, ardıcıllığın 16 bölünsün 15-ə bərabər olan həddinin nömrəsini tapın. Necə tapırıq? Deməli, ayın düsturunu yazıram. Əslində bu çox sadə sualdır. Və bizə ayın bərabərdir 15'də 16'nı istəyir. Yəni 15'də 16 olarsa n neçə olar onu istəyir. Bərabərləşdirəcəm. Verilən düsturla verilən həddi bərabərləşdirəcəm. Burada həll eləmək üçün çarpaz vururam. Yəni 16 vur 2 üstə 5 bərabərdir 15 vurulsun 3'in üstə gəlinsin 1. 32n üstə 80 bərabərdir 45n üstə 15. İndi hesablama aparaq. 32-dən 45-ni hesablayanda çıxılmalıdır. Eləyəcək 13n. 80-dən də 15 çıxanda 65. N də verir bizə 5. Deməli, buradakı həddin nömrəsi 5 imiş. 30-cu sualda 29-cu sualın eyni tipli sualdır. Eyni şəkildə həll olunacaq. 2-ci suala baxırıq. SN düsturu verilib və bizdən 7-ci həddi istəyir. 7-ci hədd deyəndə A7 nəzərdə tutulur. Yəni A7-ni tapmalıyıq. Hədd düsturundan, ayın düsturundan istifadə edəcəm. Ayın bərabərdir SN çıx 1 düsturu. Buradakı düsturu yazsam, yəni SN bərabərdir SN çıx 1 üstə gəl 3 n kvadrat üstə gəl 7. Bu ifadədə SN-i digər tərəfə keçirdiyim zaman SN çıx 1 bərabərdir 3n kvadrat üstə gəlsin 7 əldə edirəm. Yəni ayın düsturu ilə eyni olan ifadə əldə edirəm. Buradan da yaza bilərəm ki, ayın bərabərdir 3n kvadrat üstə gəlsin 7. Çünki ikisi də eyni ifadədir. Bizdən A7-ni istəyir. Yəni n-in yerinə 7 qoymalıyam. Onda A7 bərabərdir 3 vurulsun 7-nin kvadratı üstə gəlsin 7. Bu da eləyəcək 3 vur 49 üstə gəlir 7. 3'ü 49'a vuranda eləyir 147 üstə gəlir 7. Cavabımız olacaq 154. 32-ci sualda eyni ilə bu şəkildə həll olunacaq. Burada sadəcə 6-cı həddi istəyir. 33-cü suala baxırıq. 33-cü sualda ayın düsturu verilib, ardıcılığı verilib və bizdən ayın çıx 1 bərabərdir 22 olarsa n-i tapmağımızı istəyir. Burada əvvəlcə ayının düsturun burada verilən ardıcıllığını yazıram. Sonra ayın çıx 1'dirsə əvvəlcə ayını yazacağım. Sonra da n-in yerinə n çıx 1 qoyub ayın çıx 1 yazacağım. Yəni birinci ayın verilib olduğu kimi yazıram. N kvadrat üstə 5'in çıxılsın 7. Çıxılsın. Mötərizədə yazacağım ki, qarışmasın.
n çıx 1-i, a n çıx 1-i tapmaq üçün də n-in yerinə n çıx 1 qoyacağam. Yəni olacaq n çıx 1-in kvadratı üstəgəl 5, n-in yerinə yenə n çıx 1 qoyuram. Çıxılsın 7. Bu da 22-yə bərabərdir. Çünki ifadədə belə verir. Bərabərdir 22. İndi mən qədər sadələşdirmə aparmalıyam. Birinci hissə olduğu kimi yazılır. İkinci mötərizədə əvvəlcə düstur açıram. n çıx 1-in kvadratı müxtəsər vurmanın ikinci düsturu a çıx b kvadrat üstə gəlinsin 1-in kvadratı 1. n çıx 1 bu formada açılır. 5-i n çıx 1-ə vururam. 5 n çıx 5 çıxılsın 7-ni də yazıram. Yenə 22-yə bərabər eləyəcəm. Daha sonra sadələşdirin mötərizələri açırıq. Çıxılsın. Burada n kvadrat qalır. Mənfi 2n üstə 5n müsbət 3n. 1 çıx 5 mənfi 4. Mənfi 4-dən də 7 çıxanda eləyəcək mənfi 11 bərabərdir 22. İndi mötərizəni açsam. Bu da olacaq n kvadrat. Qarşıda mənfi var deyə mötərizənin qarşısında bütün işarələr əksinə dəyişəcək. Çıxılsın 3n üstə 11 bərabərdir 22. N kvadratlar islah gedir. 5n-dən 3n çıxanda 2n. Mənfi 7 üstə 11 gələndə 4 bərabərdir 22. 2n bərabərdir 22-dən də 4 çıxıram 18. N bərabərdir 9-a. Deməli, n-in qiyməti 9 olanda bu ifadə 22-yə bərabər. 34-cü sualda eyni tip tapşırıqdır. Eyni şəkildə həll olunacaq. Keçirik 35-ci suala. 35-də AN verilib, yəni ardıcıllıq bizə verilib və deyir ki, bu ardıcıllıqda tam ədədlər olan hədlərinin cəmini tapın. Burada necə eləyəcək? Əvvəlcə surəti parçalayacaq. Necə yazacağım? Yazacağım 2n üstə gəlinsin 4 üstə gəlinsin 9. Yəni 13-ü 4 üstə gəlinsin 9 kimi yazdım. Bölünsün n üstə gəlinsin 2. Bunu niyə belə elədim? Çünki surəti məxrəcə böləcəm, surətin hissələrini və burada sadə bir ifadə almalıyam. Yəni 2n üstə gəlinsin 4 bölünsün n üstə gəl 2 bu formada parçaladım. Bir də 9 bölünsün n üstə gəl 2. Yəni surətdə olan hədləri, hissələri məxrəcə bölürəm. Bərabərdir. Buradan 2n üstə 4-dən 2-nin mötərizə xaricinə çıxarsam, olacaq 2 vur n üstə 2 bölünsün n üstə 2. Digər tərəf olduğu kimi qalır. Hələ ki, bərabərdir. Burada ixtisar gedəcək, qalacaq 2 üstə gəl 9 bölünsün n üstə gəl 2. 2 tam ədəddir. Bundan bağlı bir problem yoxdur. Amma 9 böl n üstə gəl 2. Yəni n ilə qiymətlər biz verməliyik ki, nə olmalıdır? 9-a tam bölünməlidir həmin ədədlər. Ona görə də 9-a tam bölünməsin, məxrəcdə 9-un bölənlərini götürməliyik. Yəni 9-un bölənləri olacaq 1, 3 və 9. İndi n üstə gəl 2-ni 1-ə bərabər eləyəcəm. N üstə gəl 2-ni 3-ə bərabər eləyəcəm və n üstə gəl 2-ni 9-a bərabər eləyəcəm. Burada n bərabərdir mənfi 1. N bərabərdir 1 və n bərabərdir 7 alıram. M bərabərdir mənfi 1-i götürə bilmərik. Niyə? Çünki n bir sıra nömrəsidir və mənfi ədədə bərabər ola bilməz. Amma n bərabərdir 1 və 7 götürə bilərik.
Bir də tapşırıqda deyir ki, ardıcıllığın tam ədədlər olan hədlərini tapın. Yəni bu ifadə, bu sonda yazdığımız ifadə tam ədəd olsun. Ona görə n üstəgəl 2-ni -3, -1, -3, -9-da 9-un bölənləri sayılır. Amma onları bərabər götürə bilmərəm, çünki o zaman da yenə n mənfi alınacaq. Yəni burada n üstəgəlin 2-ni -1-ə bərabər eləsəm, -3 eləyəcək. N üstəgəl 2-ni -3-ə bərabər eləsəm, -5 eləyəcək. Ona görə bu, biz mənfi bölənləri o səbəbdən nəzərə almırıq. N nömrə, yəni sıra nömrəsi olduğuna görə. Bu şəkildə, deməli, n bərabərdir 1 və n bərabərdir 7 tapırıq və hədlərinin cəmini istəyir. Hədlərin cəmini istədiyinə görə yerinə qoyub hədləri tapmalıyıq. Yəni n bərabərdir 2 üstə ilə burada 9 bölünsün n üstə gəl 2. Çünki tapdığımız n'lərdir, amma bizdən n-lər istəyir. N həddir. 2 üstə gəlinsin 9 bölünsün. Birinci 1'i qoyacağım. 1 üstə gəl 2. Bu da eləyəcək 2 üstə gəlsin 9 bölünsün 3. Bu da eləyir 5. Birinci həddimiz 5. İkinci n-imiz isə bu zaman 7 qoyacağım. 2 üstə gəlsin 9 bölünsün 7 üstü 2. Bu da eləyir 3. Deməli 5 və 3 tam hədlərdir. Topladığımızda da eləyəcək 8. Çünki tapşırıqda cəmi istəyir. Davam edirik. 36-cı suala baxaq. Ardıcıllığın ilk n həddinin cəmi verilib. Yəni bizə S-in verilib. Yazıram buradakı ardıcıllığın düsturun. Və deyir ki, onun 80-dən böyük olan ən kiçik həddinin nömrəsini tapın. 80-dən böyük, yəni ayın böyükdür 80 götürməliyim. Yenə əvvəlki tapşırıqda elədiyimiz kimi n-1-i digər tərəfə atsam, bərabərliyin digər tərəfini atsam, olacaq Sn-1 bərabərdir 10n üstə gəl 1. Bu da artıq bilirik ki, n düsturudur. Yəni, n-ə bərabərdir bu ifadə. N də bərabərdir 10n üstə gəl 1. Burada 10n üstə gəl 1 şərtdə 80-dən böyük olduğunu dediyinə görə böyükdür 80 götürürəm. Və davam edirəm. 80 çıx 1, 79. N böyükdür 7,9. 79'u 10'a böldüm. Çünki burada hasildir. İndi bizə nə deyir? 80-dən böyük olan ən kiçik həddinin nömrəsini tapın. Deməli, ən kiçik burada 8 qiymətini alır. Təbii ki 8, 9 və s. davam edir. Amma ən kiçiyini istədiyinə görə 80 götürürük. 37-ci suala baxırıq. 37-ci sualda n verib yenə və bizə deyir ki, ardıcıllığın neçənci həddinin nömrəsi ilə qiyməti bərabərdir. Yəni, n bərabərdir n. Bu şərti ödəyən həddin nömrəsini istəyir. N istəyir bizə burada. Onda verilən ardıcıllıqda n-in yerinə n yazıram. Yəni n bərabərdir yox, n bərabərdir. 2n üstə 40 böl n çıx 1. Hesablama aparmaq üçün çarpaz vuracağım. Məxrəcə 1 atsam və çarpaz vursam. N vur n çıx 1 bərabərdir 1 vur 2 n üstə gəl 40. N-i mürtəziyə vuram. N kvadrat çıx n bərabərdir. Böyle olduğu kimi 2 n üstə 40 eləyəcək. N kvadrat mənfi n-dən 2n çıxanda mənfi 3n. 40'ı da digər tərəfə keçirdiyimizdə mənfi 40 bərabərdir 0. Viyyət teoremi ilə n-ləri tapaq. n1, n2. 2 ədəd axtarırıq. Hasili mənfi 40 eləsin. Amma cəmi müsbət 3 eləsin. Burada x işarə ilə götürürük. 5 və 8'i götürə bilərik.
Təbii ki, -5 götürərək ki, toplayanda müsbət 3 eləsin, amma hasili -40 eləsin. Mənfi nəzərə alınmır, n bərabərdir 8. Cavabımız olacaq burada 8. 38-ci suala baxırıq. 38-ci sual uyğunlaşdırma sualıdır. Və burada birincidə görək nə deyir? X-in ardıcılığı verib və ona uyğun olan variantı seçməliyik. Burada variantlarda həndəsi, silsilə, ədədi, silsilə deyir. Yəni, əvvəlcə silsilə olub olmadığını yoxlamalıyıq. Bunun üçün də n-ə qiymət verir. Yəni, burada olan n-ə əvvəlcə n bərabərdir 1 qiymətini versəm, x1 bərabərdir 3 çıxılsın 2 vur 1, bu da eləyəcək 1. N bərabərdir 2 qiymətini versəm, x2 bərabərdir çıxılsın 2 vurulsun 2, o da bərabərdir -1. N bərabərdir 3 qiymətini versəm, bu səfər x3 tapmalıyam. 3 çıxılsın 2 vur 3, bu da eləyəcək -3. İlk 3 həddini tapdım. İndi baxaq, yəni 1, -1, hədlər bu qayda ilə gedir. -3. Aralarındakı fərqlər eynidirsə, biz bunu silsilə kimi götürə bilərik və ədədi silsilə, bu həndəsi silsilə deyil, çünki müəyyən vuruqla artmır. Sadəcə arasındakı fərqi tapa bilərik, vuruqları yoxdur çünki. Deməli, 1, -1, -1-dən 1-i çıxsam, -2, yəni fərq -2-dir. -3-dən -1-i çıxsam, bu zamanda -2. Yəni, burada silsilə fərqi eynidirsə, biz buna silsilə deyə bilərik, amma ədədi silsilədir. Ona görə də 1-ə gedəcək B variantı. Daha sonra D və Y-yə də baxaq. İlk 4 həddinin cəmi -8-dir. Yəni, biz burada ilk 3 həddi tapmışıq. 4-cü həddi də tapaq. Görək, bu variant uyğun gələcək. Deməli, 3 çıxılsın, 2 vurulsun 4. Bu da eləyir 3 çıx 8, -5. İlk 4 həddinin cəmini toplasam, yəni 1 üstə -1 üstə -3 üstə gəl -5. Bəli, burada 1 ilə -1 islah gedir. -3 ilə 5 toplayanda da -8. Deməli, buradakı E variantı da 1-ə uyğundur. 1-ə gedəcək B, E. Sonra keçək ikinciyə. YN bərabərdir 2 üzərində 1 üstü n. Yenə silsilə olduğunu yoxlamaq üçün n-ə 1 qiyməti verirəm. Y1 eləyir 2 üstü 2, yəni 4. N bərabərdir 2-dən. Y2 2 üstü 3, 2-nin kubu eləyir 8. Yəni 2-ni 3 dəfə öz-özünə vururuz. Y3 də tapaq. Məncə kifayət eləyəcək. Y3 2 üstü 1 üstü 3, 2 üstü 4, 16. 4, 8, 16. Buradan da görünür ki, bu həndəl silsilədir. Yəni 2 hasillə artır. 4 vur 2, 8, 8 vur 2, 16. Vuruğu 2-dir. Yəni silsilə vuruğu 2-dir və bu həndəl silsilədir. Ona görə də 2-yə gedəcək A variantı. Bir də burada Y variantına baxaq. İlk 5 həddinin cəmi 32-dir. Burada 4, 8, 16, 12, 30 burada alınmayacaq. Üçüncüyə baxaq. Z ardıcılığı. Yenə n-ə qiymət verirəm. 1. Z1'i tapsam 4 üstü 1 üstü 2 eləyir 6. N-ə 2 versəm, yəni Z2'ni tapsam 4 üzəri 2 üstü 2, bu da eləyir 10. Yox, 10 eləmir. 4'ün kvadratı 16 üstü 2, 18 eləyir. N bərabərdir 3, Z3, 4'ün kubu, üstə gəlirsin 3, bu da eləyəcək neçə? 66. İndi 6, 18 və 66. Görək, burada mənə bir silsilə vuruğu alınırmı? Və yaxud silsilə vuruğu alınmır, amma silsilə fərqi alına bilər.
Bu 12, ama burada görürük ki fərq tamam başqadır. Bu eləyir neçə? 48. Yəni bu ədədi silsilə deyil. Ədədi silsilədə fərq eyni olmalıdır. Yəni və yaxud həndəli silsilədə vuruq eyni olmalıdır. Eyni bir ədəd şəklində artmalıdır və yaxud eyni bir ədədin hasili qədər artmalıdır və yaxud azalmalıdır. Ona görə bu silsilə deyil. Üstə gedəcək C variantı. İlk 5 ədədin cəmi də 32 eləmir. Çünki bunları toplasaq 32-dən, yəni ilk 3 ədədin cəmi də 32-dən böyük eləyir. Y variantı bunlardan birinə getmir. Aha, bura D getdi, B D. Y variantı uyğundur. 39-cu sualda 38, 39-cu sualda buna fərqlidir. Aha, 39-a baxar. 39-cu suala baxırıq. 39-cu sualda bizə deyir ki, ayın ardıcıllıqları verilib və ən kiçik həddi tapmalıyıq. Birincinə baxaq. Ayın bərabərdir. N çıxılsın üst tamamda 2-nin kvadratı, üstə gəlinsin 3. Burada n elə qiymət verməliyim ki, bu ifadə ən kiçik qiymətini alsın. İndi düşünürəm, n bərabərdir 3 qoysam, çünki 3-dən böyük və 3-dən kiçik ədəd qoysam, kvadrat olduğuna görə daha böyük ifadə alınacaq, daha böyük ədəd alınacaq. N 3 qoyanda isə ayını hesablasam, olacaq, n-in yerinə 3 yazıram, 3 çıx 3 tamamda 2-nin kvadratı, üstə gəl 3. Bu eləyəcək mənfi 0 tamamda 2-nin kvadratı, üstə 3 bərabərdir. Mənfi 0 tamamda 2-nin kvadratı 0 tam %4, üstə gəl 3. Bu da eləyir 3 tam %4. Ən kiçik həddimiz 3 tam %4'dür. Birinciyə uyğun olacaq B variantı. Amma başqa variantlar da uyğun gələ bilər. Ən kiçik həddinin nömrəsi 3'dür. Yəni n-i nəzərdə tutun. Ona görə burada D variantı da uyğun gəlir. Sonra keçirəm ikinciyə. Yenə ayın ardıcıllığını qeyd edirəm. 3 tam onda 6. Aha. Və burada üstə gəl 3. Burada n-in yerinə yenə 3 düşünsəm, olacaq 3 çıx 3 tam onda 6, 0 tam onda 6. 0 tam onda 6'nın kvadratı, yəni n-ə 3 qoysam, 0 tam onda 6 eləyəcək. 0 tam onda 6'nın kvadratı 0 tam %36 və cavab da 3 tam %36 eləyəcək. Amma tələsməyə ehtiyac yoxdur. Düşünsək, başqa bir ədəd qoysam, məsələn, n-ə 4 qoysam, n bərabərdir 4 qoysam və ayını n bərabərdir 4 ilə hesablasam, 4 çıxılsın 3 tam onda 6'nın kvadratı üstə gəlir. Hesablayanda görəcəyik ki, daha kiçik ədəd alına bilər. 4-dən 3 tam onda 6'nı çıxanda eləyir 0 tam onda 4'ün kvadratı üstə 3. Bu da eləyəcək 0 tam %16 və cavabımız olacaq 3 tam onda 16. Deməli, ikincisinə uyğundur. Hədd olaraq 3 tam %16, yəni C variantı. Həddin nömrəsi də 4'dür, yəni n-i 4 götürdü, eləyəcək Y variantı. Keçək üçüncüyə. Üçüncüdə yenə ayını yazıram. Bu əslində daha asandır. Çünki bilirik ki, n nə qədər kiçik olsa, ifadənin qiyməti o qədər kiçik olacaq. Amma n-ə də biz 0 verə bilmərik, mənfi ədədi verə bilmərik. Çünki n nömrədir və bir sıra nömrəsi olduğuna görə n birdən başlayır. Və n-ə bir qiyməti qoyaraq ayının ən kiçik qiymətini tapa bilərik. 1 üstü 3'ün kvadratı, üstə gəl 3. Bu da eləyir 4'ün kvadratı üstü 3. Yəni 16 üstü 3. Cavabımız olacaq 19. Burada da A variantı uyğun gəlir. Başqa bir variantımız uyğunlaşmır. Belə. 40-cı sualda eyni qaydada burada da həll olunacaq ən kiçik qiymətləri istəyir.